İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Bu barədə İran parlamentindən bildirilib. Qeyd olunub ki, son qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir. Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini bildirib. Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Boğazın şimalında İran, cənubunda isə Oman və Birləşmiş Ərəb Əmirlikləri yerləşir. ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər. Bu barədə CBC telekanalında dövlət katibi Marco Rubio bildirib. O qeyd edib ki, Tehranın belə bir addımı geniş miqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək. Digər tərəfdən Hörmüz boğazının bağlanması dünya neft təchizatının təxminən 20%-nə birbaşa təsir edəcək. ABŞ Enerji Məlumat İdarəsinin məlumatına görə hər gün təxminən 20 milyon barel neft bu dar dəniz yolundan daşınır. Qərb mediasına açıqlama verən mütəxəssislərə görə boğazın bağlanması halında bu qiymət $100 aşa bilər. İran Hörmüz boğazını bağladığı təqdirdə Gürcüstanda da yanacaq qiymətlərinə təsir edəcəyi danılmazdır. Bununla bağlı Aktualca xəbər portalına danışan iqtisadçı ekspert Otto Abesadze bildirib ki, Hörmüz boğazı bağlanıldığı təqdirdə Gürcüstanda yanacağın qiyməti cüzi miqdarda bahalaşacaq. İstənilən halda vəziyyət kritik həddə doğru gedir və bu cür tipli münaqişələr təkcə qiymətlərin artımına deyil, ümumilikdə istənilən xidmətin göstərilməsində gecikmələrə və digər problemlərə səbəb ola bilər. Fakt ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra bu qədər geniş miqyaslı iştirakla belə bir müharibə xatırlamıram və bu çox güman ki, kiçik iqtisadi böhranlara səbəb olacaq. Bu, Gürcüstanda yalnız neftin qiymətində cüzi bir artım şəklində əks olunacaq. Çünki Gürcüstan dünya bazarından çox əsasən Azərbaycan və Rusiyadan yanacaq ixal edir. Ərəb yanacağı isə az miqdarda istifadə olunur. Bu səbəbdən ehtimal olunur ki, Gürcüstanda yalnız yanacağın cüzi bahalaşması baş verəcək və elə bir logistika problemi yaşamayacaq ki, məsələn, təbii qaz gəlməsin və s. Yəni bizim üçün əsas problem qiymətlərin artımı yox, bölgəyə çox yaxın məsafədə nüvə müharibəsinin ehtimalıdır.